Salam əziz şagirdlər, biz bugün kimya haqqında ilk təsəvvürlər, kimya nəyi öyrənir, kimyaçı alimlər, kimyanı öyrənmək üçün lazım olan elmi metodlar və kimyanın tədqiq sahələri barəsində danışacağıq. Bildiyimiz kimi, kimya təbiət elmlərindən biri hesab olunur. Dünyada mövcud olan bütün canlı və cansız varlıqlar hər biri maddələrdən təşkil olunmuşdur və onların qarışıqlarından ibarətdir. Bəs maddə nədir? Kimya özü müxtəlif maddələrin xassələrini, tərkibini, quruluşunu, çevrilmə proseslərini və bu zaman baş verən dəyişiklikləri öyrənən elmdir. Təbiətdə maddələr dəyişməz qalmır, daim bir-birinə çevrilir və bununla da əlaqədar olaraq qədim sivilizasiyalardan bu günümüzə qədər müxtəlif maddələrin yaranması müşahidə olunmuşdur. Məsəl üçün, qədim dövrlərdə insanlar boyaları, küldən sabunun hazırlanmasını, müxtəlif otlardan istifadə edərək dərman vasitələrini əldə etmişdilər və bu zaman keçdikcə daha da təkmilləşmiş, təkmilləşmə nəticəsində də hazırki dərmanlar yaranmışdır. O dövrlərdə insanlar əldə etdikləri materiallarla dövrü adlandırmağa da çalışırdılar. Məsələn, tarixdən də məlum olduğu kimi tunc dövrü, dəmir dövrü vardır ki, bunlar da kimyəvi elementlərin, kimyəvi birləşmənin adı ilə adlandırılmışdır. Kimya sözü özü ərəb mənşəli sözdür və əl-kimya sözündən yaranmışdır. Kimya elmi ilə məşğul olan insanlara isə əl-kimyaçılar deyilirdi. Əl-kimyaçıların təhqiqatları tədricən bütün Avropaya yayılmışdır və məşhurlaşmışdır və bundan sonra da alimlər maddələrin xassələrini, tərkibini, çevrilməsini və bu çevrilmələr zamanı baş verən hadisələri daha aydın araşdırıb, təcrübələr aparıb, müəyyən nəticələrə gələ bilmişdilər. İnsanlar daim öz yaşayışını yaxşılaşdırmağa çalışırdı və bu yaxşılaşdırmaq üçün də mürəkkəb çevrilmələr aparırdılar, yeni maddələr alırdılar və bu maddələrin alınması da hər biri müəyyən proseslərdən keçirdi. Bu proseslərin həyata keçirilməsi ilə də məhz kimya elmi məşğul olurdu. Kimyaçı alimlər haqqında biraz məlumat toplayaq. Kimyaçı alimlərdən bizə məlum olanlar Demokrit, Cabir İbn Həyyam, Avogadro, Lomonosov, həmçinin hər kəsin tanıdığı Mendeleyev, John Dalton və başqalarını misal göstərmək olar. Hələ kimya elmi haqqında ilkin təsəvvürlər Yunan filosoflarına məxsusdur. Onlar 2500-2600 bundan əvvəl bütün canlıların, bütün maddələrin hava, su, od və torpaqdan ibarət olduğunu deyirdilər. Daha sonra isə Demokrit atom terminini elmə gətirmişdir və atomun bölünməz zərrəcik olduğunu irəli sürmüşdür. Demokritdən sonra isə Cabir İbn Həyyam və yaxud da buna Qaber kimi adlandırırdılar. Qərbdə ilk dəfə latın dilində kimya haqqında müxtəlif araşdırmalar aparmış və maddənin elmi metodlarla araşdıran ilk alimlərdən biri olmuşdur. Həmçinin o ilk dəfə distillə, kristallaşdırma kimi metodlardan istifadə etmiş, ilk dəfə metal və spirt kimi anlayışları da elmə gətirmişdir. Bundan sonra 16-cı, 17-ci əsrlərdə müxtəlif fərziyyələr irəli sürülməyə davam edirdi. Bu fərziyyələrdən biri də John Daltona məxsus idi ki, John Dalton müxtəlif metodlarla atom, element, maddənin tərkibi haqqında əsasları və atom molekul təlimini irəli sürmüşdür. Daha sonra kimyaçı alimlərdən Lomonosov, Lavoisianın da adını çəkmək mümkündür. Həmçinin biz özümüzdə də Azərbaycanda müxtəlif kimyaçı alimlərin adlarını çəkə bilərik. Bunlara Murtuza Muxtarov, Murtuza Nağıyev, Xudu Məmmədov və Yusif Məmmədəliyevi misal göstərə bilərik. Bildiyimiz kimi bizim ölkəmiz neft ölkəsi hesab olunur və neft ölkəsində neft sahələrinin müxtəlif sahələri inkişaf etmişdir. Neft kimya sahələri, kimyanın tədqiq sahələri də neftin öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. Biz kimyanı öyrəndikcə bir çox alimləri tanıyacağıq ki, bunların neft emal proseslərində, neftin əldə olunması, saxlanılması, daşınması kimi proseslərdə baş verən çevrilmələr haqqında irəli sürdüyü fərziyyələrlə tanış olacağıq. Həmçinin kimyaçı alimlərdən biz Nobel mükafatı almış
Mariya Çurini, Nikolay Semyonovu, Əziz Səncəri də misal göstərə bilərik. Daha sonra elmi metodlar haqqında danışaq. Elmi metodlar nədir? Hər hansı bir sahəni öyrənmək üçün mütləq ki, elmi metodlardan istifadə olunur. Elmi metod əvvəlcə bir neçə mərhələlərdən keçir. Bu metodları nümunə əsasında deyək. Məsəl üçün, siz hər hansı bir həkimə getdikcə əvvəlcə hansı narahatlığınızın olduğunu qeyd edirsiniz və bunun əsasında həkim müşahidə aparır, öz biliklərini də ortaya qoyaraq xəstəliyin və yaxud da narahatlığın nə olduğu barəsində müəyyən bir fərziyyə irəli sürür. Daha sonra isə aparatlar və yaxud da ki, digər metodlarla xəstəliyi, narahatlığı aradan qaldırmağa çalışır. Həmin həkimin apardığı burada müşahidə nəticəsində ilkin olaraq fərziyyələr yaranmağa başlayır. Fərziyyələr ilk təəssüratlardır, ilk göstəricilərdir. Burada da biz elmi metodda istifadə etdikcə əvvəlcə fərziyyə, daha sonra təcrübə, daha sonra isə paylaşma mərhələlərini görəcəyik. Fərziyyəni alimlər müxtəlif elementlərin xassələri arasında müxtəlif xassələri nəzərə alaraq sistemləşdirirlər və bunu eyni zamanda digər alimlərlə müzakirə edirlər. Həmin bu müzakirələrin nəticəsində yekun bir fərziyyə ortaya qoyulur. Daha sonra həmin fərziyyəni təcrübələr əsasında genişləndirirlər və sistemləşdirirlər. Sistemləşmənin nəticəsi olaraq da paylaşırlar. Paylaşdıqdan sonra isə ortaq bir qərara gəlirlər və bununla da yeni bir fikir ortaya çıxmış olur. Öz təsdiqini tapmış olur. Sonra kimya elmini öyrənmək bizə nə verir? Kimya elmi demək olar ki, həm məişətdə, həm də digər sahələrdə ən çox rast gəlinən elmlərdən biridir. Çünki bizim gündəlik həyatımızın ayrılmaz bir hissəsi məhz kimya ilə bağlıdır. Gördüyümüz hər yerdə kimya elminə rast gəlmək mümkün olur. Kimya inkişaf etdikcə, sivilizasiya daha da irəli getdikcə kimya elmi yeni mərhələlərə qədəm qoyurdu və burada hər bir maddənin alınması, çevrilməsi insanların rifah halını daha da yaxşılaşdırırdı. Bunun nəticəsi olaraq yeni kəşflər yaranmağa başlamışdır. Biz həmçinin kimyanı öyrənməklə öz ətrafımızı daha yaxşı dərk etməyə başlayırıq və bunun nəticəsi olaraq özümüzü daha çox ətrafı qoruya bilirik, özümüzü təbiətə daha yaxşı qoruyub, daha qayğıkeş münasibət bəsləyə bilirik. Kimya elmi hansı sahələrdə mütəxəssis olmağa kömək edər? Kimya elmi ilə müxtəlif insanlar məşğul ola bilər. Məsələn, kimya müəllimləri, kimyaçı mühəndislər, elmi tədqiqatçılar, kimyaçı texnoloqlar və digər sahələrdə. Kimya elminin öyrənilməsi burada hər bir insanın gələcək kimya sahəsində mütəxəssis kimi yetişməsində, yeni ixtiralar etməsində böyük köməyi vardır. Hər bir insan özünə lazım olan hansı sahəyə marağı vardısa əgər, o sahə üzrə özünü davam etdirə bilər. Bu kimya da ola bilər, bu tarix də ola bilər, ədəbiyyat da ola bilər, fizika da ola bilər, başqa sahələr də ola bilər. Əsas odur ki, hər bir insan özünün maraq dairəsini daha dəqiq müəyyənləşdirib, daha çox həmin sahə üzrə maraqlarını artırsın. Dərsimiz haqqında bu qədər. Dərs barəsində sualı olanlar şərh bölməsində sualı ünvanlaya bilərlər. Sağ olun.